Milli Hidrometeorologiya Xidməti güclü külək ilə bağlı sarı və narıncı xəbərdarlıq edir. Doğru xəbər Azərbaycan bildirir ki, xəbərdarlıqda deyilir. İyulun 27-si və 28-də Bakıda və Abşeron yarımadasında eyni zamanda bəzi bölgələrdə, xüsusən də Naxçıvan, Gədəbəy, Göygöl, Şəmkir, Samux, Yevlax, Bərdə, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Quba, Siyəzən, Xızı, Altıağacı, Mişli, Şirvan, Beyləqan, Saatlı, Sabirabad, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Lənkəran astarada sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək. Küləyin sürəti saniyədə 13-20 metr təşkil edəcək. Mingəçevir, Ağstafa, Qazax, Tovuz, Gəncə, Daşkəsən, Goranboy, Qobustan, Neftçala, Hacıqabul, Naftalan, Xaçmaz, Qusar, Şabranda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürəti saniyədə 20-28 metrə qədər güclənəcək.